Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında yalnız diplomatik deyil, eyni zamanda tarixi və mənəvi bağlarla möhkəmlənən bir münasibət formalaşır. Ortaq kimlik, təhsil, turizm sahəsində artan əməkdaşlıq bu əlaqələri daha da dərinləşdirir. Bəs bu yaxınlaşma iki ölkə üçün daha hansı aspektləri əhatə eləyəcək? Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri ASTV Xəbərə eksklüziv müsahibəsində məsələ bu məqamlara toxunub. Beynəlxalq siyasətin sərt qaydaları fonunda dostluq əlaqələrini inkişaf etdirən Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan. İki ölkə arasında bu əlaqələrin əsas sütunu ortaq kimlikdir. Amma bu hekayə yalnız siyasətdən ibarət deyil. Hazırda Şimali Kiprdə 1500-ə yaxın Azərbaycan vətəndaşının yaşaması əlaqələrin yaxşı səviyyədə olmasının nümunəsidir. İqtisadi məsələlərə gəldikdə isə onu qeyd etmək yerinə düşər ki, Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında bir çox sahələrdə əməkdaşlıq var. Bu əməkdaşlıq isə yaxın gələcəkdə daha da inkişaf etdiriləcək. Xüsusilə də turizm və təhsil sahəsində. Tarihten gelen kültürel zenginlikleriyle Akdeniz'in ortasında tamamen bir turizm beldesidir. Bu turizm beldesinin yanında Kuzey Kıbrıs Türk Cumhuriyeti aynı zamanda üniversiteleriyle yabancı eğitim veren güzel üniversitelerimiz sayesinde de bir üniversite adası oldu. Azerbaycan'daki öğrenci yüksek öğretim okuyacak çocuklarımızı da Kuzey Kıbrıs Türk Cumhuriyeti'ndeki üniversitelerimizden görmekten, okutmaktan büyük mutluluk duyacağımı buradan bir kez daha ifade etmek istiyorum. Türk Dövlətləri Təşkilatı çərçivəsində qurulan körpülər isə rəsmi sərhədlərdən daha güclü bağlar yaradır desək, yanılmarıq. Əminliklə vurğulamaq olar ki, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında dostluq tellərinin güclənməsi Cənubi Qafqazda və Aralıq dənizinin şərq hissəsində dinc inkişaf və tərəqqiyə mühüm töhfə verir. Şimali Kipr Türk Cumhuriyyətinin beynəlxalq mövqeyinə isə xüsusilə təsir edir. Bu aile artık arasındaki bağları geliştirmek için de her geçen gün gerek ekonomik, gerekse iktisadi, gerekse sosyal, gerekse spor alanlarında daha sık bir araya gelip bu bağları her geçen gün güçlendireceklerdir. Bir sözlə her geçen gün Azerbaycan kardeşlerimizle Kuzey Kıbrıs Türk Cumhuriyeti'ndeki arasındaki bağlar güçleniyor. Çünkü iki ülke de varoluş mücadelesinde hemen birbirine yakın bir mücadele vermişlerdir. Tarihten gelen güçlü bağlar sayesinde de iki toplumu her geçen gün daha çok birbirine yakınlaştıracağız. Beləliklə iki ölkə arasında müxtəlif istiqamətlərdə artan dinamika ilə inkişaf edən əlaqələr daha böyük potensiala malikdir. Zamanla müştərək əməkdaşlığın genişləndirilməsi də nəzərdə tutulur. Fidan Mahmudova, Emin Əhmədzadə, Fəzail Kəmalov, Vəfa Seyidova, ASTV Xəbər.